Tacikistan prezidenti Emomali Rahmon polisi vətəndaşları sosial şəbəkələrdə layka görə həbs etməməyə çağırıb. Ölkə başçısı deyib ki, belə cinayət işlərinə son qoyulmalıdır. Yerli qanunlara görə ekstremist çağırışları dəstəkləyənlər cəzalanmalıdır. Amma bir sıra hallarda sadəcə hökuməti tənqid edən müxalifətçilər də ekstremist sayılır. Onların yaydığı videoları, fotoları layk eləyənlərsə hətta bir neçə illiyinə həbsdən üzləşə bilər. Jurnalist Şirvan Umriddinin də qardaşı və yeznəsi belə ittihamlarla saxlanıbmış. Amma iş həbsə gedib çıxmayıb, cərmələnərək azad ediliblər. Yeznəm hansısa fotonu layk eləyib, polis də gəlib onu evdən aparıb. Hədəliyiblər ki, səni 5 illiyinə içəri qoyacağıq. Jurnalist deyir ki, onun yaşadığı bölgədə hətta namaza çağırış postu, hətta hansısa dini mövzuda paylaşımı bəyənmək də həbsə səbəb ola bilir. Polşada yaşayan tacik fəal Forhod Odinayev deyir ki, prezidentin sözü yetərli deyil, qanunlara dəyişiklik olunmalıdır. Prezident özü parlamentə qanun layihəsi göndərməlidir və bu işə rəsmi şəkildə son qoyulmalıdır. Bu məsələ öz əksini cinayət məcəlləsində tapıb. Tacikistanda avtoritar rejim hökm sürür. Ölkə rəhbərliyinə qarşı müxalif mövqedə olanlar təqib olunur, azad media boğulur. Müxalifət mövqeli İslamçı qrupların nümayəndələri də həbs edilib ağır cəzalar alırlar.